ki, eşqlə təkəbbür eləmək olar da. Elmlə, imanla, varla, dövlətlə olmaz. Bir dənə eşqlə olar ki, eşq özü üftadəlikdir axı, sınmaqdır. Mən sınmağımla fəxr. Məxluq olub gözdən qeyb olan varlığa istər-istəməz bir dənə işarə vurulur. Məxluqdur, yaradılmışdır, amma qeybdədir. Həsrət, intizar dolu şeirlər, əksəriyyəti İmam Zaman həsrətində yazılan şeirlərdir. Eşqi dərdi ilə xoşam, əl çək əlacımdan, təbib, qılma dərman kim, həlakim, zəhri dərmanındadır. İnsan deyir, mən namaz qılanda fikrim gedir, dağılıq olur, filan olur, filan olur. Neynirsən elə? Əgər sənin qayın, amalın, hədəfin, məqsədin nədirsə, özünü kontrol eləyəcəksən ki, düzələsən, bir balaca boşalan kimi yenə fikrin gedəcək. Əgər hədəfin başqadırsa ora. Təbibin niyə marağındadır ki, o aşığı o vəziyyətdən çıxartsın? Əgər dərdinlə xoşsansa, deməli qapıma öç gəlmirsən. Bu şeyi istəyirəm səndən, sən vermirsən. Mənim baxışımda sən vəfasızsan. Amma sən neçə pillə o yanı görürsən, bilirsən ki, onu versən mənə ziyan olar. Əslində sən mənim üçün sədaqətli bir iş görürsən, ha. Mənim nəzərimdə sən nəsən? İyi vəfa.